Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Elm və Təhsil Nazirliyi yanında peşə təhsili üzrə Dövlət Agentliyi ilə birgə əmək yarmarkası keçirilib. Aktiv məşğulluq tədbirində 30 işə götürən tərəfindən 341 vakansiya təqdim edilib. Vakansiyalara müraciət edən şəxslərə vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib. Uyğun namizədlərin qeydiyyatı aparılıb. Bununla yanaşı tədbirdə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri və layihələr haqqında da məlumat verilib. Sahə rəisi üzrə 1 vakansiya, mühəndis üzrə 1 vakansiya, amma bəna vəzifəsi üzrə 3 vakansiyamız hal-hazırda mövcuddur. Bizə lazım olan vakantlar, məsələn, sahə rəisidir. Bunların müəyyən qədər bir təcrübələri olmalıdır ki, tikinti təcrübələri, metal konstruksiya və beton işlərlə bağlı müəyyən bir təcrübələri olmalıdır ki, onlar sahə rəisi və mühəndis vəzifələrində çalışsınlar. Mühəndis vəzifəsi və sahə rəisi vakansiyalarına daha çox həmin ixtisas üzrə memarlıq və inşaat üzrə bitirmiş vakantlara daha çox üstünlük verilir. Uyğun namizədlərin qeydiyyatı aparılıb. Bununla yanaşı tədbirdə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri və layihələr haqqında da məlumat verilib. Əmək yarmarkasında agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz stendləri ilə təmsil olunublar. Bu yarmarkada bizim mərkəzimizdə 17 ixtisas üzrə təhsil alan tələbələr təmsil olunur. Hansı ki, bunlar avtomobil, elektrik, elektronika, mexanika, interyer kimi ixtisaslardır və ümumi məktəbimizdə isə 32 ixtisas üzrə 1400 tələbə təhsil alır və bu tələbələrdən bu gün sonuncu kurs, hal-hazırda praktikada olan tələbələrimiz, eyni zamanda daha öncə məzun olmuş tələbələrimiz əmək yarmarkasında aktiv iştirak edirlər. Sığorta agentliyinə birinci müraciət elədik, orada bizə məlumat verdilər və yəqin ki, nəticə əldə edərik. İştirakçılara peşə hazırlığı kursları barədə məlumat verilib, karyera məsləhəti xidmət göstərilib.